Maşında elə bir detal var ki, o işləməsə nə akkumulyator dolur, nə də avtomobil elektronikası ayaqda qalır. Bəli, söhbət dinamodan gedir. Gəlin görək dinamo nə işə yarayır, necə işləyir və xarab olanda maşında nələr baş verir. Dinamo nədir? Dinamo sadə dildə desək, elektrik generatorudur. Yəni o mühərrikin mexaniki enerjisini elektrik enerjisinə çevirir. Maşın işləyən zaman mühərrik fırlanır və bu fırlanma dinamonun içindəki maqnit sahəsini hərəkətə gətirir. Bu da nəticədə elektrik cərəyanı yaradır. Bu enerji akkumulatoru doldurur, faraları, klimanı, musiqi sistemini və bütün elektronik hissələri işlədir. Bəs niyə dinamo bu qədər vacibdir? Maşını işə salan akkumulyatordur, amma onu yolda saxlayan dinamo. Əgər dinamo işləməsə, akkumulyator bir neçə saat ərzində boşalır, elektron sistemlər sıradan çıxır, maşın sönür və təzədən işə düşmür. Yəni dinamosuz avtomobil elektriksiz ev kimidir. Dinamonun necə işlədiyini sadə dildə izah edək. Tutaq ki, sən maşını işə saldın. Mühərrik fırlandıqca kəmər dinamonu döndərir. Dinamoda maqnit sahəsi yaranır və bu hərəkət elektrikə çevrilir. Bu elektrik həm maşının elektronik sistemini işlədir, həm də akkumulatoru doldurur. Yəni mühərrik işlədiyi müddətcə dinamo sanki mini elektrik stansiya kimi fəaliyyət göstərir. Dinamonun xarab olma əlamətləri. Dinamo sıradan çıxanda bunu hiss etmək çətin deyil. Əlamətləri bunlardır. Akkumulyator lampası yanır, faralar zəifləyir, maşın işlək vəziyyətdəykən belə sönür. Elektron cihazlar, klima, radio və s. zəif işləyir. Əgər belə halları görünərsə, deməli dinamo ya zəif enerji istehsal edir, ya da heç işləmir. Dinamo niyə bahalı ola bilər? Dinamo bahalı detallardan biridir. Çünki içində mis sarğılar, nadir maqnitlər və tənzimləyici elektronika var. Bəzi müasir avtomobillərdə dinamo smart alternator adlanır. O enerjini təkcə motorun sürətinə görə deyil, bütün sistemin ehtiyacına görə tənzimləyir. Yəni sadə dildə desək, bugünkü dinamolar artıq ağıllı enerji idarəçiləridir. Dinamo avtomobilin görünməyən enerji mənbəyidir. O işləməsə nə işıq yanar, nə mühərrik sürətli işləyər, nə də sən musiqi dinləyə bilərsən. Yəni dinamo maşının ürəyi ilə beyni arasında enerji körpüsüdür. İndi bildin o balaca detal sənin yolda qalmağını necə önləyir. Bu sadəcə bir dəmir parçası deyil, avtomobilin elektrik həyatıdır.